Salamlar, hər vaxtınız xeyir dəyərli dostlar, dəyərli əziz izləyicilərim. Buradan ilk öncə Zəhranur, Zəhra, Xədicə, Sevgi, Ayan, e, deməli və Bəhruz və Natiq kimi dəyərli özəl şagirdlərimə buradan salamlarımı göndərirəm. Gördüyünüz kimi qızlarımızı qırmızı rəngdə, oğlanlarımızı mavi rəngdə qeyd eləmişəm adlarını. Buradan sevgilərimi, sayğılarımı, isteklərimi və ən dəyərli salamlarımı göndərirəm şagirdlərimə. Bu da sizlər üçün gözəl smaylikim və yer kürəsi yenə həmçinin olmazsa olmazımız. Sizlər də istəyirsinizsə adlarınızı qeyd edin və hər dərs mən sizlərin adlarınızı çəkməkdən, salamlarımı göndərməkdən qürur duyuram. Və gəlin keçək dərsimizə görə bugün nə keçəcəyik, nələr öyrənəcəyik, hansı məlumatlarla tanış olacağıq. Bugün dərsimiz Azərbaycanda tektonik hərəkətlər baş verirmi mövzusu olacaq. Tektonik hərəkətlərdən biz əvvəldən danışdıq, zəlzələlərdən, vulkandan. Hansı ərazilərdə aktiv zəlzələ zonasıdır, daha tez-tez katastrofik zəlzələlər baş verir. Biz onlardan keçdik, hətta Yaponiya barədə danışdıq. İndi bugün öz ölkəmizdən danışacağıq. Azərbaycanda görək tektonik hərəkətlər baş verirmi? Azərbaycan zəlzələlərin tez-tez baş verdiyi ölkələr sırasına daxildir. Çünki nəyə görə? Çünki Azərbaycan da həmin bu tektonik zonada yerləşir. Alp-Himalay qırışıqlığında yerləşdiyi üçün Azərbaycan, baxın, burada yerləşir. Ona görə də bu Xəzər dənizi və Azərbaycan. Ona görə də Azərbaycanda güclü zəlzələlərin olduğu ərazilərdə Azərbaycanda yer səthinin formalaşmasına tektonik hərəkətlər, o cümlədən zəlzələlər səbəb olmuşdur. Yəni yer səthinin formalaşması deyəndə Azərbaycan müasir relyefini, yəni Azərbaycanda olan dağlardır, düzənliklərdir, yaylalardır. Bunların hamısının formalaşmasına səbəb zəlzələlər olmuşdur. Lakin seismiklik ölkə üzrə hər yerdə eyni deyil. Yəni Azərbaycanda güclü zəlzələlər olan ərazilər də var, zəif zəlzələlər var. Misal üçün burada gördüyünüz kimi A şəklində, şəkli biraz incələsək görəcəksiniz ki, uşaqlar Xəzər sahillərində, məsəl üçün Araz boyu düzənlikləri olsun, Kiçik Qafqaz dağlarıdır bura həmçinin. Bu ərazilərdə zəlzələlər azdır. Ən güclü zəlzələlər daha tünd rənglə göstərilmiş yerlərdir. Böyük Qafqaz dağlarıdır. Burada Şamaxı İsmayılı zonasıdır. Burada Gəncə ərazisidir. Həmçinin Naxçıvanda, Talış dağlarında güclü zəlzələlər olan ərazilərdir. Daha sonra Azərbaycanda güclü zəlzələlər daha çox Şamaxıda baş verir və Şamaxı zəlzələlər nəticəsində bir neçə dəfə tamamilə dağılmışdı. Bu rayonda sonuncu güclü zəlzələ 6,9 maqnitudada, deməli 1902-ci ildə baş vermişdi. Şəhər yerlə yeksan olmuşdu. Evlər, məktəblər, məscidlər hamısı yerlə yeksan olmuşdu. 1902-ci ildə zəlzələdən sonra Azərbaycanda ilk dəfə olaraq Şamaxı seismik stansiyası açılmışdı. Şəkil B-də zəlzələdən sonraki vəziyyəti görə bilirik. Necə faciəvi vəziyyətdir. Bütün şəhərin yerlə yeksan olmasına səbəb həmin o güclü zəlzələ olmuşdur uşaqlar. Göygöl Azərbaycanın ən dərin və füsunkar təbiətə malik gölüdür. Bəzən zəlzələlər mənfi təsir göstərsə də, bəzən də belə gözəl mənzərə, gözəl füsunkar göllər yaradır, relyef yaradır. Göygöl Azərbaycanın ən dərin və füsunkar təbiətə malik gölüdür və 1556 metr hündürlükdə yerləşir. Bəzən də, bəlkə də bəziləriniz, bir çoxlarınız Göygöldə olmusunuz. Çox gözəl təbiəti var, havası var, mənzərəsi var və dərinliyi 100 metrə yaxındır. Onun yaxınlığında Maral gölü yerləşir, amma Maral göl biraz daha hündürdə yerləşir. Hər iki göl 1139-cu ildə 7,7 bal gücündə Gəncə zəlzələsi nəticəsində Kəpəz dağı Ağsu çayının qarşısını kəsərək həmin o 7 gölü yaratmışdı. Ceyran göl, Ördək göl, Zəli göl, Ağ göl, Qara göl, Şamlı göl və s. Və bu zaman Gəncə şəhəri dağılsa da zəlzələdən sonra əvvəl yerləşdiyi ərazidən biraz şərqdə yenidən salındı. Yəni əvvəlki yerləşdiyi ərazidən biraz şərqdə yenidən Gəncə şəhəri yaradıldı uşaqlar. Bu da Bakıda 2000-ci ildə zəlzələdən sonra baş verən mənzərəni görə bilirik. Necə dağıntılar yaranıbdır. Demək olar ki, Bakıda ən güclü zəlzələ ilə həmin vaxt baş verdi. Ondan sonra hələ də yəni belə çox güclü bir zəlzələ olmayıb. Tək ki Allah qorusun xalqımızı inşallah belə mənfi, pis, qorxulu təbiət hadisələrindən qorusun xalqımızı, ölkəmizi. Bakı şəhərində 2000-ci ildə noyabrın 25-də 6,8 bal gücündə zəlzələ baş verdi. Zəlzələnin epicentri demişdik. Epicentr nədir?
Xəzər dənizində, yəni yer səthindəki proyeksiyası da epsentr Xəzər dənizində yerləşirdi. İlk təkan evlərdə çıraqlar, mebellər və digər əşyaların dağılmasına səbəb oldu. 20 saniyə sonra daha güclü təkanlar baş verdi. Burasına diqqətlə qulaq asın, çünki suallarınızda bunlardan istifadə olunacaq bu məlumatlarda. Bu zaman qədim binalarda dağıntılar, bəzi bina və yollarda çatlar yarandı. Lakin buna baxmayaraq zəlzələ ciddi dağıntılara səbəb olmadı. Sizcə nəyə görə səbəb olmadı uşaqlar? Qeyd edək ki, bu zəlzələ ölkə ərazisində baş verən sonuncu ən güclü zəlzələ hesab edilir. Alimlər hesab edirlər ki, Bakı, Sumqayıt və Abşeron yarımadasında daha güclü zəlzələlərin olması mümkündür. İnşallah ki, olmaz. Sizcə nəyə görə zəlzələ olmağına baxmayaraq dağıntılar zəifdir? Çünki Azərbaycanda, yəni Bakıda tikililər daha çox davamlıdır, daha yaxşı, daha keyfiyyətli binalar tikildiyi üçün dağıntıların da gücü zəif olmuşdur uşaqlar. Keçək tapşırıqlarımızın izahına. Deməli, tapşırıqlarda Azərbaycanda tektonik hərəkətlər baş verirmi mövzusunun tapşırıqlarında mətnə və A xəritəsinə əsasən suallara cavab verin. Sizcə ölkəmizin ərazisi yaranarkən dənizin altına daha tez çıxan ərazilər hansılar olub? Təbii ki, dənizin altından daha tez çıxan dağlar olubdur. İlk öncə dağlar, Böyük, Kiçik Qafqaz və Talış dağları. Magnitudasına görə Azərbaycanda zəlzələlərin baş vermə ehtimalı olan əraziləri cədvəldə qruplaşdırın. Cədvəli özünüz çəkəcəksiniz. Zəif zəlzələlər Kiçik Qafqaz dağlarının cənub hissəsi Xəzər dənizinin sahillərini göstərə bilərik, bəzi yerlərini ancaq. Güclü zəlzələlər Küraruz ovalığı, Abşeron yarımadası, Bakı, dağıdıcı zəlzələlər Naxçıvan, Talış və Böyük Qafqaz dağları, ancaq ən şiddətli zəlzələlər, yəni katastrofik zəlzələlər Böyük Qafqaz dağları, Şamaxı və Gəncə rayonlarını göstərə bilərik. Yaşadığınız yerin seismik cəhətdən necə ərazidə yerləşməsini müəyyən edin. Təbii ki, bu sizin yaşadığınız əraziyə uyğun olaraqdır. Bakıdasınızsa, bayaq dediyimiz kimi, hansı zəlzələyə aiddir və yaxud da digər rayonlardasınızsa, daha çox zəlzələ baş verirmi, yeraltı təkanlar daha tez-tez müşahidə edilirmi, yoxsa ümumiyyətcə müşahidə edilmir? Bunları artıq özünüz yazacaqsınız, dəyərli dostlar. İkinci sualda Azərbaycanın hansı hissəsində yaşamaq istərsiniz və nə üçün? Bu sualı xüsusilə və özəl şəkildə qeyd eləmişəm ki, vətənimizin hər yeri gözəldir. Hər yerində yaşamaq istəyərəm, hər qarış torpağında yaşamaq istəyərəm, olmaq istəyərəm. Ona görə bu sualı xüsusi qeyd etmişəm. Hər yerində yaşamaq istəyirəm vətənimin və hər yeri ayrı gözəldir. Üçüncü sual, bilirəm ki, hər biriniz onu istəyirdiniz. Üçüncü sualda seismoloji stansiyalarının ölkəmizin hansı ərazilərində yerləşməsi daha faydalı olardı? Təbii ki, ən güclü zəlzələlər harda olursa, insanlara daha qısa vaxt ərzində həyəcan siqnalları göndərə bilsin deyə ən güclü zəlzələlərin olduğu ərazilərdə quraşdırılmalıdır seismoloji stansiyalar. Bakı, Gəncə və Şamaxı zəlzələləri zamanı hansı dalğa növləri yaranmışdı? Gəncə və Şamaxı zəlzələsində bütün seismik dalğalar, yəni ilk öncə P, sonra S dalğaları, daha sonra səth dalğaları yaranmışdı. Amma suda, Bakıda olan zəlzələ bayaqları dediyimiz kimi Xəzər dənizində olub epsentr. Xəzər dənizində də S dalğaları suda yarana bilmir. Bunu demişdik, yadınıza gəlirsə. Bundan öncəki dərsimizdə S və P dalğaları və P dalğaları demişdik, uzunluğa dalğalardır, S dalğaları enine dalğalardır. S dalğaları suda yaranmır. 2000-ci ildə Bakı zəlzələsi zamanı ilk təkandan 20 saniyə sonra yaranan növbəti təkan hansı növ dalğadır? Bildiyimizə görə əvvəlcə P, sonra S dalğaları yaranır. Ona görə də daha sonra, yəni 3-cü mərhələdə artıq səth dalğaları meydana gəlir. Bakı, Şamaxı və Gəncə zəlzələləri müqayisə edin. Şamaxı və Bakı zəlzələsi demək olar ki, eyni güclü olmasına baxmayaraq, Bakıda dağıntının az olmasının səbəbi nədir uşaqlar? Bayaq dediyim kimi Bakı müasir tikililərlə tikilmişdi deyə daha davamlıdır. Hansı zəlzələ yer səthində nəzərə çarpan dəyişikliyə səbəb olmuşdur? Gəncə zəlzələsi zamanı nəzərə çarpan dəyişiklik odur ki, möhtəşəm göllər yaranmışdı. Çünki gücü daha çox idi. B şəklindəki təsvirdə daha çox dağıntı və insan tələfatının olması nə ilə bağlıdır? Çünki 20-ci əsrin əvvəllərində Şamaxıda tikilən binalar zəlzələyə davamlı deyildi. Həm də zəlzələnin gücü çox idi. Hər üç zəlzələ magnitudasına görə hansı qrupa aiddir? Təbii ki, dağıdıcı zəlzələlər qrupuna aiddir. Kanalıma abunə olmağı, izləməyi və sözlərinizi, suallarınızı yazmağı unutmursunuz. Hər birinizi uğurlar arzulayıram. Gələn dərsimizdə görüşmək üzrə. Sağ olun.